Din hamıya bir bərabərlik və hamıya bir güc verir. İslam dini nə üçün bu qədər dinlərin fövqündə dayanır? Ona görə ki, Məhəmməd Peyğəmbər elə bir nəslə müəyyənləşdirir ki, bu din üçün bunları hər zaman dünyanın hansı vəziyyətdə olmasına asılı olmayaraq gündə 3 dəfə, hətta 5 dəfə bir yerə gətirir. Mövlana nə deyirdi? Deyir ki, əgər biz Kəbəni dünya üzündən götürsək, insanlar dayanıb bir-birinin ürəyinə səcdə edəcək. Bütün dinlərin fərqi yoxdur. İslam olsun, Xristianlıq olsun, Yahudilik olsun, Hinduizm olsun, Zərdüştlük olsun. Öldürmə. Çünki sən yarada bilməyəcəksən. Amma dinlər təkcə sadəcə öldürmə demir də, günahsız yerə öldürmə. Teatrın, kinonun, bütün bu nəsnələrin, ədəbiyyatın görəvi nə olub? Kamil insan yetişdirir. Dinlərin, birinci növbədə dinlərin kamil insanı öldürmür. Öldürə də bilər. Kim şəri görmürsə axmaqdır. Kim xeyri görmürsə bədbəxtdir. Geçin. Ruslanın gözəl bir sözü deyib, harada sənə bir dəfə yaxşı olubsa, oraya ikinci dəfə qayıtma. Hətta. Salam əziz Amin izləyiciləri, yenə sizin görüşünüzə gəlmişik. Qonağımız isə Aydın Talıbzadədir, teatrşünas, tənqidçi, yazar, ədəbiyyatçı. Xoş gəlmisiniz Aydın müəllim. Xoş gününüz olsun. Aydın müəllim, biz verilişimizdə mənəviyyat və din qovşağında söhbətlər edirik. Siz də teatrı araşdırmısınız, hardasa ömrünüzün çox hissəsi və dərs deyirsiniz bundan, elə başa düşürəm. Teatrla dinin əlaqəsini necə görürsünüz? Birinci onu deyəcəyim ki, teatr ritualdan pərvazlanır. Teatrın növrəsində, strukturunda dayanan çox önəmli nəsnələrdən biri ayindir, ritualdır, dini rituallardır, məhz dini rituallardır. Mən bu sözün altından bir xətt çəkirəm. İstər Kathakali teatrı, istər No teatrı, istər Pekin operası, fərqi yoxdur. İstər İslam dünyasında mövcud olan ənənəvi teatr formalarının hamısının özülü dini ritualdır. Və təsadüfi deyil ki, hətta qədim Hind mədəniyyətindən, Yaponların teatrlarından üzvləri teatrı yalnız və yalnız məbəd kimi qavrayıblar. Və hətta qədim Yunanıstanda da teatrın məbəd olduğu dəfələrlə vurğulanır. Yəni teatrın növrəsində dayanan məbəddir. Orta əsrlərə də bir varsa, biz görəcəkdik, istər xristianlıqda, istər İslamda baş verən misteriyalar, mirakllar və ilaxır və ilaxır, bunlar hamısı dinlə əlaqədar olub. Bu bir mənalı şəkildə belədir. İnsan ümumiyyətlə məncə olduğu yeri məbədə çevirməyi bacarmalıdır. Təbii. Məktəbdə məbəd olmalıdır. Təbii. Mən sizə bir belə bir başlanğıcla sonra maraqlı bir filosofun adını çəkəcəyəm. Bəlkə də siz tanıyırsınız. Rəbiyyə Əl-Bədəviyyə. Ona Rəbiyyə Bəsri də deyirlər. Yəni Bəsrəli Rəbiyyə. Qadın sufi. Bəli, 8-ci əsrdə yaşayıb, bu qadındır və unikal bir şəxsiyyət olub. Bir dəfə bu çıxır küçəyə, bir əlində məşəl, bir əlində vedrə, bir vedrə su. Başlayır qaçmağa. Bu qaçır, cəmaət görür ki, Rəbiyyə Əl-Bədəviyyə bu cür hörmətli bir adam əlində bir vedrə su, bir də məşəl, harasa qaçır. Soruşurlar ki, Rəbiyyə, bu nədir? Hara tələsirsən? Deyir, mən tələsirəm ki, bu əlimdəki bir vedrə su ilə cəhənnəmin odunu söndürüm. Bu məşəllənsə cənnətin bağlarını yandırım. Deyirlər ki, başın xarab olub. Bu nə deməkdir? Nə belə məsələlər deyir. Mən deyir, niyə bunu sən eləmək istəyirsən? Deyir, mən ona görə bunu eləmək istəyirəm ki, insanlar Allaha cəhənnəmin qorxusuna görə deyil, cənnət arzusuna görə deyil, Allahın özünə görə ona ibadət eləsinlər. Allahın əbədi gözəlliyinə görə ona ibadət eləsinlər. Yəni, burada çox maraqlı bir məqam var.
insanın həqiqətinə varmaq, reallıqda olduğun kimi olmaq, qayıdırıq Mövlanəyə. Yəni bax bu Ya olduğun kimi ol, ya göründüyün kimi. yəni öz həqiqətinlə ol. Yalan danışma. Çünki biz yalanlar dünyasında yaşayırıq. Bax Rəbiyyə Əl-Bədəviyyə də o yalanı aradan götürməyə çalışır. Yalançı niyyətlər. Yalançı niyyətləri. Yəni özün ol, özün kimi ol. Allahı sevirsənsə nəyə görəsə sevmə. Allahın əbədi gözəlliyinə görə onu sev. Bax bu o mənəvi dəyərlərin əsasında dayanan bir nəsnədir. Yadınıza düşdümü? Mövlana Cəlaləddin Ruminin bir gözəl şeiri var. Deyir, gəl yenə gəl. Kafirsən Kim gəl. olursan ol. Kim olursansa ol, kafirsən, bütpərəstsən, atəşpərəstsən, fərqi yoxdur, gəl. Və bunu bir qazi oxuyur. Gör ki, bu hamını məscidə toplayır. Deyir ona ki, çox acı bir məktub yazır bunu. Cavabında Mövlana Cəlaləddin Rumi cəmi bir söz yazır. Və ona göndərir. Açır məktubu, o deyir ki, görəsən nə yazıb bu? Deyir, dur sən də gəl. Sən də gəl. Yəni tamamilə o bərabərlik status quo-nu bərpa eləyir. Bax, budur mənəviyyatın əsasında dayanan nəsnələr. Və teatr da bu mənəviyyata xidmət eləyən çox mühüm, belə deyək də, dünyamızın təzahürlərindən biridir. Yəni teatr elə bil ki, qədim mədəniyyətlərdə o əsrlər boyu ritualı, dini ayini əvəzləyərək gəlib teatr olur. Mən elə başa düşürəm ki, bu teatrda həm də o qədim ruhani həqiqətlərin bərabər yaşanılması, yəni kollektiv bir katarsik bir prosesdə yaşanılması da gerçəkləşdirilir. Təbii. Bax, istəyirsiniz buna, buyurun. Yəni ona görə də adamlar ora gələndə doyub çıxırdılar. Yəni o həqiqət yaşantısı yaşamış olurdular. Tamamilə haqlısınız. İstər buna biz katarsis deyək, istərsə buna hindlilərin nəzəriyyəsindən istifadə edib anlamla deyək. Həqiqət. Yəni göstərilən oyunun tamaşada, teatrda göstərilən oyunun və yaxud performansın necə deyirsiniz elə adlandıraq. Bunların hamısının bir belə deyək də həqiqəti var. Sən o yaşanılan həqiqətin xoşbəxtliyini seyirciyə daddırmalısan. Səadətin zirvəsinə çatmaq. Biz niyə sevdiyimiz qəhrəmanlara baxanda bu dərəcədə coşuruq, bu dərəcədə bizə həyat, dünya ləzzət eləyir, rahat yaşamaq ləzzət eləyir. Nə üçün? Ona görə ki, biz öz xoşbəxtliyimizin, öz səadətimizin zirvəsinə çatırıq. Ədalət qalib gəlir. Bəli. Qəhrəman ədaləti müdafiə edən kimsədir. Ədalət dünyada qalib gəlirsə biz hamımız xoşbəxt. Məmnunluq tapırıq. Təbii. Bax, teatrın da o görəvi, teatrın, kinematografiyanın, musiqinin, rəssamlığın fərqi yoxdur. Bunların hamısının görəvi, bax, insana bu duyğuları yaşatmaqdır. Bu duyğularda ona sonsuz bir ümid bəxş etməkdir. Ki, qorxmadan yaşamağına dəyər. Və bu dünyada sənin qorxacağın heç nə yoxdur. Hətta ölüm də bu həyatın bir təzahürüdür. Əvvəlki əsrlərin teatr tamaşalarına baxsaq, Shakespeare, Ibsen, bizimkilərdə də, bizim teatr ənənəmiz o vaxt çox yeni yarandı. Burada bir vahid həqiqət var idi. Dindən gələn vahid bir həqiqət var idi və o həqiqətin yaşanılmasını da teatrda bu və ya digər formada göstərirlər ki, qəhrəman çıxdı yoldan, mənəviyyat yolundan və ondan sonra drama başlayır onun həyatında. Bir günah işlətdi, məsələn, Shakespeare-də də. Əsərin birinci səhnəsində günah işlədirsə, sən başa düşürsən ki, sonuna doğru hər şey dağılmalıdır. Məsəl üçün, Hamletdə o cinayətdən başlayır, atasını öldürür, əmisi, Lady Macbethdə yenə bir cinayətdən başlayır və günah işlədilir və əsər dramaya bu təbii, çevrilir. İndi
düşünürlər ki, vahid həqiqət yoxdur. Postmodern dövrdə yaşayırıq. Bu zaman həqiqətin yaşantısını verə bilirmi teatr? Nə verirsə? Bilirsiniz, zaman müstəvisi dəyişir. İnsanların şuuru dəyişir, insanların qavrayışı dəyişir. Bu dəyişkənlik müstəvisində teatr da dəyişir. Amma vahid həqiqət dedikdə mən anlamadım ki, siz nəyi nəzərdə tutursunuz? Məsələn ki, bayaq dediyiniz kimi ki, xeyir həmişə qalib gəlməlidir. Hə, Şər həmişə məğlub olmalıdır. O vahid mənada. mifologiyadır da, xeyrin qalib gəlməlidir. Yəni, siz dinə bunu birbaşa yönəltdiniz, mən ona görə soruşdum. Dini həqiqət. Hə, günah anlayışının özü dram nəzəriyyəsində çox aktual məqamlardan biridir. Yəni, günah işlətmək nə deməkdir? Günah işlətmək müəyyən bir harmoniyanı pozmaq deməkdir. Müəyyən bir harmoniyanı pozanda sənin cəzan var. Günah ilk növbədə mənəviyyatın günahıdır. Mənəviyyat pozulanda disharmoniyaya düşürsən. Bütün bu depressiyalar, bütün bu ətraf dünyada gördüyümüz halətlər nəyin nəticəsidir? Hamısı o mənəvi günahların nəticəsidir ki, onlar mütləq şəkildə insanı incidir. Bax, teatrın da görəvi bunu açmaqdır. Bunu görükdürməkdir. İnsanı rahatlamaqdır. İnsana bir psixoloji rahatlıq gətirməkdir. Əgər bunu bacarırsa təbii ki. Əgər insanı o səadətin zirvəsinə çatdıra bilirsə, sən qəhrəmanın həyatı ilə öz həyatını eyniləşdirə bilirsən, paralelləşdirə bilirsən. Özündə qəhrəmanı, qəhrəmanda özünü görürsən. Empatisi yaranmırsa. Bilirsiniz, mən indi belə bir şey deyəcəm. Çox maraqlı, mən bunu tələbələrimə də danışıram. Mənim üçün çox önəmli mədəni məxəzlərdən biri hinduizmdir. Yəni, dünyanın ən qədim dinlərindən biridir və çox deyirlər ki, 3 səmavi din danışırlar. Kitab dini var. Yahudilik, Xristianlıq, İslam. Amma hinduizm də 4 vedadan ibarətdir. Bəli. Zərdüştlükdə qatlar var. Semit dinlərini nəzərdə tuturlar. Ay sağ ol. Yəqin. Amma onlar da kitab dinləridir. Bəli. Və orada belə deyir ki, hinduizm 2 mərhələdən ibarətdir. Vedizm və brahmanizm. Və deyir ki, hinduizm dünyanı 2 aspektə qavrayır. Dünya iyerarxik tamdır. Nəsnələrin və şeylərin belə deyək, təsadüfi birləşməsi deyil, iyerarxik tamdır, kosmosdur. İkincidə deyir ki, həyat özünü hər şeyi özündə dərk etmək baxımından əbədi və hüdudsuzdur. Yaxşı. Aydındır. Bu zərrə mənəm, günəş mənəm, kar bilə pəncüşeş mənəm. Bu yəni eyni. Bax, həmin o kosmos dediyimiz nəsnə bu eynilikdir. Qədim Misirdə də vardı. Deyir, balacada nə varsa böyükdə doğdu. Ay sağ ol. Yəni bu permanent şəkildə dinlərdən dinə keçir. Bax, bu harmoniya sənətin də gücü ondadır ki, bu harmoniyanı yarada bilir. Makrokosmdan mikrokosm arasında. Makrokosmdan mikrokosma gelir, amma burada da kosmos yenə həmin kosmosdur. Həmin rahatlıqdır, həmin dünyadır. Onun yaşanılması. Ay sağ ol. Yəni biz buradan çıxırıq, yenidən o disharmoniyanın içinə düşürük. Çox gözəl izah verdiniz bu məsələyə. Buyurun. İşin bir aspekti də var. Məsələn, deyirsiniz ki, insanlar gəlirlər teatra, o əbədi, əzəli olan həqiqəti kollektiv yaşayırlar. Aktyorlar bunu oynayır və o həqiqət orada yaşanılır və insanlar xoşbaxt şəkildə. Yəni, mən üzr istəyirəm, sizin sözünü keçirəm. Bir həqiqəti yox, həqiqətləri. Həqiqətləri, təbii ki. Həqiqət, həm də o birdir, həm də çox fərqli aspektlərdə özünü bildirir. Onun yaşantısı çox qəribə bir ruhani hal yaradır. Və bu bir icma təfəkkürünü elə bilirəm ki, tətikləyir. Hardasa tamaşaçılarla teatr truppası arasında bir icma birliyi yaranır. Bir tamaşaya, teatra gələnlər daima gəlməyə çalışırlar. Əvvəllər bu his daha güclü idi. İndi biz virtual
aləmin daha populyarlaşdığı, virtual icmaların yarandığı bir dövrdə yaşayırıq. Bu teatra mane olmur ki, o həqiqəti yaşamağa. İnsanlar yenə bağlana bilirlərmi Bilirsiniz, truppalara? bu günləri teatra bağlanmaq çox çətindir. Bu günümüzün reallığıdır. Çünki insanın maraq dairəsi çox genişdir. İnternet var, sosial şəbəkələr var və ilaxır və ilaxır. Hər özünə görə, öz xarakterinə görə bir maraq tapır. Və insan bugünkü insan həddindən artıq dərəcədə çox yüklənib. Onun öz ailəsi ilə, öz övladları ilə ünsiyyət qurmaq imkanı gəlir minimuma düşür. Bu həqiqətdir. Çünki hamı harasa tələsir. Yaşamaq uğrunda çabalayırlar. Və bu çapalamaq prosesində sənin ünsiyyətin minimuma enir. Normal ünsiyyət minimuma enir. Və burada teatrın, mən dəfələrlə demişəm, teatr üçün geniş meydan açılır ki, o insanları ünsiyyətə dəvət edir. Bax, o icma birliyi dediniz sizə, belə çox maraqlı bir şeydir o. Nə üçün? Ona görə maraqlıdır ki, teatra gələn insanlar doğrudan doğruya bir-biri ilə bir ünsiyyət, bağ görürlər. Mən buradayam və mən hamıyla birlikdəyim. Bu mənim ünsiyyət dünyamdır. Onlar məni, o John Steinbeck'in gözəl bir əsəri var, Adamlar və Siçanlar. Və onun qəhrəmanı biraz dəliliyə meyilli bir insandır, divanədir daha doğrusu. Amma normal adamdır, normal iş görür, çalışır. Amma bunun sevgisi anormaldır. Bu kimi sevirsə, o qədər elə güclü adamdır ki, sinəsinə basır, öldürür onu. Aydındır. Və nəhayət kiçik heyvanlardan tutur, axırda bir sevdiyi qızı elə qucaqlayır, ölür, dəhşət olur da beləncə. Və orada bunu polis gəlir tutmaq istəyir. Tutmaq istəyəndə o qaçır və bunun bir dostu var, həmişə bunu izləyib. Və gəlir, sonunda bunu qamışlığın içində tapır. Oğlan buna deyir ki, sən məni atmazsan ki, o divanə adam deyə, sən məni atmazsan ki. Və oğlan onu güllələyir ki, yəni rahatlıqla get, tutulma. Və bunu elə Cənnət Səlimova sən məni atmazsan ki adı ilə qoymuşdu. Bax, o teatrda elə bir şey var ki, sən məni atmazsan ki. Yəni, xəyanət olmaz ki, biz gəlmişik bax, bu bir yerə, biz bərabər həqiqət yaşayırıq. Dində deyilər. Din belədir. Din hamıya bir bərabərlik və hamıya bir güc verir. İslam dini nə üçün bu qədər dinlərin fövqündə dayanır? Ona görə ki, Məhəmməd Peyğəmbər elə bir nəslinə müəyyənləşdirib ki, bu din üçün. Bunları hər zaman dünyanın harada, hansı vəziyyətdə olmasından asılı olmayaraq gündə 3 dəfə, hətta 5 dəfə bir yerə gətirir. Hamı bir-birinin üzünə dayanır namaz qılar. Mövlana nə deyirdi? Deyir ki, əgər biz Kəbəni dünya üzündən götürsək, insanlar dayanıb bir-birinin ürəyinə səcdə eləyəcək. Elə görünəcək. Ay sağ ol. Və burada bir maraqlı bir sizin sözünüzə qüvvət. Fatihə surəsini deyirlər insanlar ibadət eləyəndə, orada deyir bizi doğru yola yönəlt. Məni demir. Əslində ibadətin sözlərində də kollektiv ruhu var, icma ruhu var. Və indi o icma ruhu zədələnir deyə müasir həyatda dinə ən böyük zərbə buradan gəlir. Bilirsiniz, icma ruhu niyə zədələnir? O ehtiyacı unudurlar. Yox, mən sizinlə razıyam. Siz çox dəqiq deyirsiniz, dəqiq şeylər deyirsiniz. İcma ruhu ona görə zədələnir ki, kimsə icmaya xəyanət edir. İcmaya xəyanət olanda sən icmadan ayrılırsan. Ona görə o icma gərək super təmiz olsun. Amma bunlar icmada həmişə baş verən şeylərdir. Əgər baş verirsə, onda o harmoniya pozulur. Aydındır. Əgər o icmaya fərq yoxdur, istər dini icma olsun, hər hansı bir icma, istər hətta teatr icması belə deyək də. Əgər o baş verirsə, əgər saxtakarlıq yaranırsa, əgər xəyanət yaranırsa, təkcə icmaya qarşı yox, özünə qarşı, bu icmanı pozur. Onda sən inamı itirirsən. O gözəl bir söz var, bilmirəm kim deyib. Deyir, məsələ təkcə onda deyil ki, sən nəyə inanırsan. Sənin inandığın doğrudur. Nəyə inanırsansa o doğrudur, daha doğrusu. Amma həqiqət olması lazım. Yox, təbii.
Təbii. Amma o inam insanda olan inam hissi var ha. Onu belə deyək, Dəstəkləməlidir. onu təmizləyir, onu Ha, saflaşdırır. təmizləyir. Bəli. Ha, yaxşı, doğru fikir. Yəni sən inanırsan, yəni mənəviyyat nədir? Mənəviyyat müəyyən qaydalar toplusudur ki, onu sən öz içində özün müəyyənləşdirirsən. O obyektiv deyilmi, subyektiv? Bax, gəlin belə bir şey götürək də. Mənəviyyat nə sözündən? Mənəvi söz nədir? Ərəb dilindən gəlir də. Mənən, mənəvi, mənası olan, müəyyən bir mənaya aid olan nəsnə deməkdir. Məna sözüylə uyğunluğu var. Ay sağ ol. Yox, uyğunluğu var, bu belədir. Mən ərəbcə bilmirəm. Yox, mən də ərəbcə bilmirəm. Mən yəni mütəxəssislər baxırlar bizi, hə, düzəldə bilərlər sonra. Təbii, yox. Yəni ki, bu hardan bildiyimi, hardan öyrəndiyimi, hansı lüğətdən götürdüyümü mən bilirəm onu. Hə. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, o qaydalar, o mənəvi qaydalar bizim içimizdə olaraq bizim əməllərimizi müəyyənləşdirir. Bizim davranışımızı müəyyənləşdirir. O mənalar. Bəli, o mənalar. Yəni mən bunu götürüb əgər belə horta-hort burada içsəm, bu mənəviyyatsız anlamına gələcək. Orada disharmoniya Bəli, yaradacaq o bəli, məna bəli. sistemində. Seyirci mənə baxan kimi onun içində bir iki hissi oyacaq ki, bu özünü mədəniyyətli şəkildə apardı. Harmoniyanı pozdu. Aynen, hə, bu verilişin harmoniyası bozuldu. Yəni situasiyaya görə davrananda mən müəyyən hər hansı bir dəyərlər sistemindən çıxış eləmirəm ki, içimdə olan o dəyərlər sistemindən konkret situasiyada davranıram. Və bu mənim mənəvi keyfiyyətlərimi müəyyənləşdirir. Bu mənəvi keyfiyyətlər üçün Tanrının varlığı önəmlidirmi? Məsələn, əvvəlki mənəviyyat sistemləri bu vaxta qədər həmişə Tanrı ətrafında qurulubdu. Tanrı Amma indi ateizm də var. yox, ateizm və Tanrı, hətta ateizmdə Tanrı müəyyən bir sərhəddir. Tanrı müəyyən bir əyləcdir. Tanrı bir olmazlar sistemidir. Əgər Tanrı olmasa hər şey mümkündür. Tanrı mənəviyyatın başlanğıc nöqtəsidir. Yəni hər şey Tanrıdan... Amma qanunu o qoyur da. Qanun Tanrıdan gəlir. O harmoniya yaradıcı ilk mənanı o qoyur. Əgər insan yer üzündə yoxdursa, onda Tanrı haqqında heç bir bilgi yoxdur. İnsanlar yoxdur da zaten. Ay sağ ol. Təsəvvür edin ki, heç bir insan yoxdur. Biz Tanrı haqqında düşünə bilmirik. Tanrı, Biz özümüz də yoxdur. Tanrının özündən daha çox insana lazımdır. Voltaire gəlib çıxırsınız. Yox da indi Ya Tanrı olmasaydı belə onu yaratmaq lazım olacaqdı. Yəni Tanrı olmasaydı belə biz onu yaradacaqdıq. Çünki bu bizim qarşımızda elə bir dəyərdir ki, o dəyəri adlayıb keçəndə dünyanın harmoniyası bozulur. Bax bu günlər niyə müharibələrdir bizim dünyada? Ona görə ki, məhz kimlərinsə tanrısı yoxdur. Tanrısız adamlar. Bəli, tanrısız adamlardılar. Bunlar qırırlar, öldürürlər. Və bütün dinlərin fərqi yoxdur. İslam olsun, Xristianlıq olsun, Yahudilik olsun, Hinduizm olsun, Zərdüştlük olsun. Öldürmə. Çünki sən yarada bilməyəcəksən. Amma dinlər təkcə sadəcə öldürmə demir də, günahsız yerə öldürmə. Yəni bəzən bunu kontekstdən çıxarırlar. Bilirsiniz ki, sizdə Quranda bir çox yerlərdə deyilir öldür. Məsələn, tutalım ki, Xristianlıqda, Yahudilikdə Musanın qanunlarından birisi öldürmə. Öldürmə sizin günahsız yerə öldürmə. Yəni bilirsiniz necədir? Sizin dediklərinizi mən tamamilə qəbul edirəm, qavrayıram. Çünki onda da məna amma mən başqalaşır. əgər Mövlana Cəlaləddin Rumindən misal gətirdimsə, gördünüz Mövlana Cəlaləddin Rumi ona qarşı agressiya göstərmədi. Dedi, dur yenə gəl. Rəbiyyə isə getdi cəhənnəmi söndürsün, cəhənnəm odunu söndürsün, cənnətin bağlarını yandırsın. Yəni bu nə deməkdir? Bu o harmoniyanın bərpası deməkdir. İnsanın o həqiqəti üzə çıxsın, aşkarlansın ki, mən özümü kamil insana gətirib çağırdım. Əgər kamil insan var, teatrın, kinonun, bütün bu nəsnələrin, ədəbiyyatın görəvi nə olub? Kamil insan yetişsin. Dinlərin, birinci növbədə dinlərin,
Görevi kamil insana çatdırır. Kamil insanı öldürmür. Öldürə də bilər. Məsələn, qəhrəmanlar olmurmu ki? Yəni qəhrəman nə üçün öldürür? Qəhrəman öldürür ki, məhz o Harmoniyanı icmada bərpa eləsin. o icmada olan pozuntunu kökündən kəssin və yenidən insanları normal insani ünsiyyətə, ülfətə dəvət eləsin. Yəni qəhrəman adı həm də bu. Bax bu ülfət itəndə biz həqiqətən bu dünyada yaşamağın mənasını və dadını itiririk. Çünki bütün insanlar bir qorxu içində, sabahla bağlı qorxu içində yaşamağa başlayırlar. Aydın müəllim, kinonun adını çəkdiniz. Kino ilə teatr arasında fərqi necə görürsünüz? Bu mənada kinonun sanki auditoriyası virtual icmanı təşkil edir. Hətta bu günləri əgər belə geniş danışsaq, bugün teatrda, kino sənəti də müəyyən böhranla üz-üzədir. Düzdür, teatr həmişə böhranda olub. Bunu teatrın çox belə tanınmış simaları deyiblər. Teatr daima böhran içində yaşayır. İnsan özü daima böhran içində. Çünki nəsillər dəyişir. Nəsillər dəyişir və insanın özünün bu bilirsiniz, bizə yaşayırıqsa, bizə gərək özümüzə sübut eləyək ki, mən burada konkret situasiyada kiməsə lazımam. Mənəviyyatdan danışırıq. Mənəviyyat birinci növbədə nədir? Mədəniyyət birinci növbədə nədir? Başqasını düşünmək. Sən başqasını düşünüb hərəkət eləyirsən. Bu çox mühüm bir şeydir. Və mən sənin yolun başqasından keçir sanki, özünə gedən yolda. Bilirsiniz, mən bir sitat gətirəcəyəm Azərbaycan prezidentindən. Onun deməli Qarabağda media forumunda çıxışı oldu. O çıxışında çox gözəl bir ifadə işlədi, söz cümlə işlədi. Dedi ki, biz öz maraqlarımızdan öncə qonşularımızın marağını düşünürük. Çox əla fikirdir. Sülhün təməli budur. Bəli, sülhün təməli budur. Əgər biz birgə yaşayış missiyasında bulunuruqsa, onda gərək doğrudan-doğruya biz öncə başqasını düşünək. Və hər bir iş görəndə, hər bir addım görəndə, hər bir addım atanda sən mütləq şəkildə düşünməlisən ki, bu başqasına əziyyət verəcək ya yox. Başqasını incidəcək ya yox. Bunlar çox önəmli bir şeylərdir. Və mən elə hesab edirəm ki, bu mənəviyyat əsrlərlə, minliklərlə cilalanan bir şeydir. Dəyişirmi o? Bilirsiniz necədir? Yoxsa ancaq təkmilləşir? Mən deməzdim təkmilləşir. Əgər təkmilləşsəydi, bu günləri dünya, 3-cü dünya müharibəsinə doğru addımlamazdı. O mənada. Amma mənalar dəyişə bilərmi mənəviyyatda? Təməl mənalar, məsələn, yaxşılıq. Yox. O rəngini dəyişə bilərmi sizcə? Mənə elə gəlir ki, yaxşılığın adı yaxşılıqdır. Yaxşılıq heç vaxt dəyişmir. Nədir yaxşılıq? İndi deyəcəm sizə. Biraz fəlsəfi tərəfə çəkilir. Qoy olsun fəlsəfi tərəf. Gözəl bir söz var. Deyir ki, kim şəri görmürsə axmaqdır. Kim xeyri görmürsə bədbəxtdir. Qəşəng. Kim deyib bunu? Vallahi yadımda deyil, amma kimlər ağıllı adam. Ağıllı adamdır. Mən deməmişəm ancaq. Bunu mən də oxumuşam çünki bilirsiniz o çünki şər onu məhv etməyə hazırlaşıb. Bu axmaqsan bunu görmə. O isə onu mutluluğa. Xeyirxahlığı kim görmürsə bədbəxtdir. Və xeyir nədir? Belə bir sual çıxsa ortaya. Xeyir mənim fikrimcə başqasını mutlu etməkdir. Məsələn, başqasını xoşbəxt etməkdir. Əgər sən xoşbəxtsənsə, başqasını da xoşbəxt elə. Başqası xoşbəxt olanda sən də xoşbəxt olacaqsan. İndi başqasının çox fərqli arzuları ola bilər. Yox. Nə üçün fərqli arzuları ola bilər? Çünki o mən deyil. O kamilləşməyib. Gəlib ora çatmayıb. Bax, insanlığın görəvi odur ki, bax, bu ideal cəmiyyət deyirdik biz. Nizami Gəncəvidən, Machiavelli'dən üzü bu yana. İdeal cəmiyyət nədir? Utopik cəmiyyət. Utopik cəmiyyət. Utopik cəmiyyət nədir? İnsanların hamısı kamildir. Və insanlar hamı öncədən başqasını düşünür.
başqasının xoşbəxtliyini düşünürsən. Bax o Mimino filmi var. Elə deyir mən səni elə aparacağam ki, sənin ruhun inciməyəcək. İkisi də bir-birinə bax bu cür belə iltifatla yanaşırlar. Bu götürür öz çətin vəziyyətində gedir belə deyək də təkərini satır ki, o birisinə pul düzəltsin. Yəni bax bu insanlıq çox kiçik nəslələrdən yaranır. Bir sudan, bir çaydan, bir çörəkdən və ilə axır. Yəni biz çox yüksək materiyadan danışa bilərik, amma insanın birinci növbədə bu kiçik maddi durumudur. Və bu durumda bir-birinə iltifat göstərmək lazımdır. Çünki hamının o çörəkdən tutmuş, sudan tutmuş, bütün dünyanın nemətlərinə qədər ehtiyacı var. Biz paylaşdıqca böyük olur. Paylaşdıqca gözəl olur dünya. Əgər bunu bacarmırıqsa, onda sələvi. Və sonuncu sual. İnam və şübhə sizə nə deyir? İnam və şübhə. Maksimum gözəl bir söz var. Deyir ki, mən həyatda nə eləmişəmsə, şübhələrimə görə əldə eləmişəm. Descartes çox sevirdi. O Descartes çox sevirdi. Yazmışdı başının üstünə. Bəli, ay sağ ol. İnam insan üçün hər şeydir. Bilirsiniz, belə bir çox sadə və eyni zamanda mürəkkəb bir nəslədən başlayır. Mən Allaha inanıram. Sən onu deyirsənsə, sən güclüsən. Sonsuza qədər güclüsən. İnam gücdür. İnam sənə verilən mənəvi bir bir qüvvədir. O mənəviyyatın qüvvəsi inamdan gəlir. Nəyə inanırsansa, sən onun üçün özünü oda, közə atmağa hazırsan. Şübhə isə hər bir inamı qırmağa, dağıtmağa layiq olan bir şeydir. Südü çürüdən kimi çürüdür. Ay sağ ol. Şübhə insanı da çürüdə bilər. Şübhə inamı çürüdür. Amma eyni zamanda şübhə sənə yeni bir inam tapmağa kömək edə bilər. Yalandan qurtulmağa Yalandan qurtulmağa da kömək edə bilər. Yəni bu çox belə deyə bir mənalı deyil. Hər iki anlayış bir mənalı deyil və mən də elə bir dahi deyiləm ki, bu dəqiqə bu məsələləri sizin üçün çözüm, həll edeyim. Aydın müəllim, mən sizə təşəkkür edirəm verilişə gəldiyiniz üçün. Əslində mən sizə təşəkkür edirəm çünki mən söhbətdən doymadım. Və hələ biz mənə elə gəlir ki, xeyli də danışa bilərdik. Amma çox təəssüf ki, verilişinin vaxtı qutardı. İnşallah bir də dəvət edərəm. Davam edərik söhbətimizi. Ruslan gözəl bir söz deyib, harda sənə bir dəfə yaxşı olubsa, oraya ikinci dəfə qayıtma. Hətta. Tamam. Oldu. Çox sağ olun. Minnətdaram. Sağ olun. İzləyicilərimizə isə sağ olun, gələn görüşlərə qədər deyirəm.